Herkes salamlayıram. Bugünkü qonağım yenə də dəyərli doktorumuz, həkim oftalmoloq və eyni zamanda neyroelm mütəxəssisi və King's College məzunu Aynur xanımdır. Xoş gördük Aynur xanım. Xoş gördük. Aynur xanım, bugün çox maraqlı suallar gəlibdir. Sizin ixtisasınıza uyğun, sizin profilinizə uyğun. Zaten bizim profilimizdə yaxındır və bu suallarla mən də çox qarşılaşıram. Bu problemlərlə mən də çox qarşılaşıram və bugün bunu sizlə müzakirə eləmək mənə çox xoşdur. İlk növbədə xoşbəxt olmaqla bağlı sizə bir sual vermək istəyirdim. Bax, nədir bu xoşbəxt olmaq ki? Hər kəs müraciət edəndə bir xoşbəxt olmağın arxasınca qaçır. Mən xoşbəxt ola bilmirəm, xoşbəxtlik arxasınca qaçırlar, bu xoşbəxtliyi tuta bilmirlər. Necə tutaq, neyniyək? Bax, ilk öncə bu xoşbəxtliyin bir tərifini verək. Nə olan şeydir və biz necə xoşbəxt olmalıyıq? Əslində xoşbəxtlik ancaq insana məxsus bir hissdir. Yəni xoşbəxtlik arxasınca qaçmaq, ümumiyyətlə hər şey bir anlam yükləmək ancaq insana məxsusdur. Məsələn, heç bir canlı deyək ki, bir dəmir parçasını belə kolye kimi taxıb, yəni bu nənəmdən qalıb deməz. Biz hər şeyə bir anlam yükləməyə çalışırıq. Və xoşbəxtçilik də bizim yəni baxışımız nöqteyi nəzərindən əslində bizim gözləntimizlə yəni baş verən hadisənin üst-üstə düşməsidir. Yəni əslində biz bir şeyi gözləyirik və həqiqətən də o hadisə üst-üstə düşürsə biz xoşbəxt oluruq. Amma yəni həyat sürprizlərlə doludur. Həyat xoşbəxtlik üzərində qurulmuyub və biz bunu anlayan və bunun fərqinə varanda zaten başlayırıq xoşbəxt olmağa deyə düşünürəm. Xoşbəxtlik çox kiçik bir şeylərdir, çox bəsit bir şeylərdədir. Bu qədər xoşbəxtliyi böyütmək, onun arxasınca qaçmaq məncə heç ehtiyac da yoxdur və elə olanda insan özünü daha bədbəxt hiss edir, nəinki o xoşbəxtliyə çatmaq. Və düşünürəm ki, xoşbəxt olmaq bir neçə hormonların balansda olmağı da əslində neyroelmi nöqteyi nəzərdən baxanda və bunu da biz bir anın içində özümüzə yarada bilərik. Bir anın içində özümüzü çox bədbəxt hiss etdiyimiz anda bir anın içində xoşbəxtlik hormonlarını balansa salır, onu yarada bilirik. Məncə gözləntimizi bir cünəmələ azaltmalıyıq. Bəzi rutinlərimizi dəyişdirməliyik. Həyata baxışımızı dəyişməliyik və ümumiyyətlə həyatın nə olduğunu necə deyim, daha yaxşı dərk eləyəndə ki, biz ümumiyyətlə həyat nədir bizim üçün, biz bu dünyaya niyə gəlmişik. Onda o böyük hədəflərin içində, yəni o xoşbəxtlik arayışı çox güclü qalır deyə düşünürəm. Və bugün bütün müdrik insanlara baxanda, yəni ən sonda gəldiyi nöqtə odur ki, xoşbəxtlik elə xırda və bəsit şeylərdədir. Bəli. Amma belə deyək də, bəzən deyirsiniz ki, gözləntini azaltmaq. Amma mən şəxsən gördüyüm, rastlaşdığım insanlar elədir ki, onlar çox belə böyük gözləntilərə girmirlər. Əslində, gözləntiləri qarşı tərəfmi deyək, ailəsimi deyək, həyat yoldaşımı deyək, evladımı deyək, bəsit bir şeydir. Amma o bəsit bir şey qarşılanmır. Neyini? Onda heç mi gözləməyək? Heç nə gözləməyək demirəm əlbəttə ki. Biz həyatımızı özümüz necə deyim, o tarazlamağa çalışırıq təbii ki. Amma həyat asandır deyə bir şey yoxdur. Yəni həyat asan deyil, həyat çətindir, bəli. Amma düşünürəm ki, o həyata baxışı dəyişdikcə insanda artıq bir vərdiş halı olur xoşbəxtlik. Xoşbəxtlik özü bir vərdiş halıdır. Yəni davamlı, məsələn, bu stol deyək ki, bu stol mənə mane olur deyib otursam burada, əlbəttə ki, mən özümü pis hiss edəcəm və o mənə artıq bir stres halı yaradacaq. Ətrafımızdakı insanlar problemli ola bilər, həyatımızda maddi çətinliklər ola bilər. Əlbəttə, bunların hamısı insanı necə deyim, daha belə deyim də, insanı bir negativə salan bir şeylərdir. Müxtəlif problemlər ola bilər. Amma burada məsələ sənin o mövzuya baxışındır. Əgər sən o mövzuya baxışını, o problemə baxışını dəyişsən və yaxud da ki, həyatında doğrudan da bir qaranlıq tərəf varsa və onunla üzləşə bilmirsənsə, üzləşməlisən daha doğrusu. Yəni, üzləşsən, məncə o problemləri həll eləmək hər birimiz üçün mümkündür. Yəni, biz həyatda çətinlik gələndə insan var deyir ki, mənim həyatım çox ağırdır. İnsan var deyir ki, bu çətinlik mənə əslində nəyə öyrədir görəsən. Və bu artıq bir o öyrətdiyi o mesajı alaraq əslində bir səviyyədə atlamış olur və qarşıya baxır. Yəni iki insanın fərqli baxışı
xoşbəxt hiss etmək istəyən və özünü o dibə salmaq istəyən iki insanın bir baxışıdır. Düşünürəm ki, yəni biz təbii ki, burada bəzi indi siz özünüz də nevroloqsuz, xəstələrlə işləyirsiniz, bilirsiniz ki, bəzi insanlar bəzən özünü o depressiyadan çıxarda bilmir. Çünki burada bir neyrobioloji problemlər də olur təbii ki. Nə bilim, xırda bir vitamin çatmamazlığı ola bilər və yaxud da ki, doğrudan da beynin o depressiyaya yönümlü olmağı ola bilər, amigdalanın aktiv olması ola bilər, fərqli-fərqli momentlər olur. Amma bunları da təbii ki, yəni paralel olaraq həkim nəzarəti ilə və həmçinin həyata baxışla dəyişmək olur. Bir də mən ən çox nəyi hiss etmişəm də insanlarda qarşı tərəfdə məsəl üçün onlar problemlərlə daha çox bizə də müraciət edirlər ki, hə bu problemim oldu, bundan sonra bu. Amma problemi hər zaman qarşı tərəfin üzərinə atırlar. Doğrudur, yəni qarşı tərəfdə olur problem. Amma baxmırlar ki, mən harda səhv elədim. Məsəl üçün mən evladım bu şəkildədir. Bəs bu evlad bu şəkilə çatana qədər mən harda səhv elədim? Bu evlad öz-özündən elə gəlib çıxmadı və yaxud da ki, həyat yoldaşım, amma halbuki o həyat yoldaşını da sən seçibsən. Yəni bir tərəfdən bir özümüzə də tənqidi münasibət bəsləsək, bəlkə o yükümüzü da azalda bilərik. Ki onun bir mənalı şəkildə elədir. Mən düşünmürəm ki, xoşbəxtlik ümumiyyətlə ətrafla bağlı bir şeydir. Xoşbəxtlik içərdən gələn bir balansdır. Və təbii ki, bir hadisələr olacaq, biz o bəzən o balansı pozulacaq, o tarazlığımız pozulacaq, amma ən azından bir özümüzü ələ alıb və həyatımızdakı o məsuliyyəti ələ alıb ki, yəni ay atam problemlidir, maddi sıxıntılarım var, uşağım problemlidir deyib, onları bir yəni kənara qoyub artıq mən burada nə edə bilərəm və yaxud da ki, mən bunu yanlış eləmişəm, mən bunu qəbul edirəm. Amma bundan sonra nə edə bilərəm? Bu çözümə, yəni problemə yox, əslində problemin həllinə baxsaq, insan həm hədəf qoymuş olur üzərinə, bir həyata bir anlam qatır və həmçinin də özünü daha xoşbəxt hiss edir. Eynən, razıyam. Buradan da görünür ki, ixtisasımız uyğun gəlir və eyni bir profildə inkişaf edir beyin. Bəs belə bir sual gəlir ki, başıma ardı-ardına bir pozitiv hadisə gəldikdə də dalbadal gəlir, negativ hadisə də gəldikdə dalbadal, yəni o negativliklər gedir. Bunu nə ilə əlaqələndirirsiniz? Nəyə bağlı olur? Siz özünüz də məndən yaxşı bilirsiniz ki, beyində bir retikulyar aktivasiya sistemi deyə RAS deyə bir sistem var. Hansı ki bizim diqqətimizi yönəldir. Yəni nə lazımdırsa ona. Yəni beynimiz günlük biz milyonlarla informasiya alırıq və təbii ki beyin bunun hamısını işləyə bilməz və o RAS sistemi, RAS bizə lazım olan, vacib olan hissəni yönəldir diqqətimizi ora və onun üzərində artıq başlayır həyatımız formalaşmağa. Məsələn, biz davamlı, necə deyim, bir pis hadisə oldu, əgər özümüzü toparlaya bilmiriksə və o problemə yönəliriksə, o RAS səni o problemlərin içinə salacaq və davamlı. Çünki beyin artıq stres halındadır. Sən qarşına gələn o yaxşı şeyləri görməyəcəksən, sənin o yaxşı fürsətlər sənin yanından ötüb keçəcək. Çünki sənin amigdalan aktivdir və təbii ki, bu o qorxu mərkəzi dediyimiz o təhdid mərkəzi amigdalamızın aktiv olduğu üçün və başlayacaq həyatda o çətinlikləri, problemləri seçib həyatımıza gətirməyə. Bəs Aynur xanım, deyirik amigdala aktivdir. Biz əgər bir problemimiz varsa, necə görməzdən gələ bilərik? Görməzdən gəlmək lazım deyil əlbəttə ki, onu görərək çözmək lazımdır. Sadəcə çözümə yönəlmək, yəni o enerjimizi problemə yox, şikayətə yox, o məsələnin həllinə yönəltmək lazımdır və sakit formada addım atmaq. Təbii ki, görməzdən gəlmək o heç düzgün olmaz, yəni onu gəlib yan ötə bilmərik. Bəli, tamamilə doğru. Ona görə bir problem olduqda ən azı özü də özünə kömək eləyə bilmirsə, ya mütəxəssis yardım alsın, sakitləşsin. Bəli, mütəxəssis yardım ala bilər, yəni coachlara qulaq asa bilər. Əgər çətinlik çəkirsə, yəni ən gözəl psixoloq elə bilərəm, insanın öz dostlarıdır, sosial ətrafıdır, yaxınlarıdır, sevdikləridir, dəstək ala bilər. Fərqli-fərqli, yəni insan ümumiyyətlə sosial varlıqdır və bəzən doğrudan da çətinlik zamanı insanın o sosiallaşmağa mütləq şəkildə ehtiyacı olur. Yəni bəzən bir dostun bir yaxşı olacaq, hər şey yaxşıdır deməyi belə insanı o çətinlikdən çıxartmağa bəs eləyir. Və ona görə düşünürəm ki, probleminiz varsa tək qalmayın, çalışın, bölüşün probleminizi, dəstək alın,
dostunuza danışın, bunu mən artıq seçmirəm, siz seçəcəksiniz. Amma məsələ burada, yəni özünüz addım atmalısınız. Yəni mən həmişə bir Sovet dövründə bir multfilm var idi, cizgi film var idi. Çox xoşum gəlir o cizgi filmlər. Münxazının macəraları deyə o həmişə bataqlığa girərdi, özünün saçından belə tutub qaldırırdı və çıxardırdı bataqlığın içinə. Doğrudan biz həyatı əgər elə yaşasaq, çünki bataqlıq həmişə var və bizim beynimizdə o təhlükələri axtarmaq üçün yaranıb, tutmaq üçün həmişə təklikdədir. Və əgər sən özün özünü o saçını qaldırıb, saçından dartıb o bataqlığın içindən çıxarda bilməsən, heç kim səni oradan çıxartmayacaq. Yəni iki seçimdir. Ya o bataqlığın içində batacaqsan, ya da özün özünü oradan çıxardacaqsan. Düzdür. Ona görə də bəzən deyirlər ki, ailənin dəstəyi bu deyir, olmadı, o deyir. Amma bəzi, məsələn, eyni ailədən doğulan iki bacı ola bilər, qardaş və yaxud bacı qardaşlar ki, ikisinin də valideyni eynidir. Amma hərəsi özünə tam başqa bir həyat çizibdir. Yəni demək ki, burada problemli olan insanın özüdür, şəxsin özüdür. Əlbəttə, bəzən hər şey bir situasiyaya iki insan fərqli baxır. Yəni bunu görürük ki, bu otaqda 5 nəfər olsa, bir situasiyaya 5-i də fərqli bir fikir bildirəcək. Yəni çünki biz hamımız bir şəxsiyyətik, fərqliyik, təkik. Və əlbəttə ki, buna da təsir edir bizim keçmişdə yaşadıqlarımız, xatirələrimiz, qorxularımız, inanclarımız, bizə kodlanan inanclar və yaşanmışlıqlar. Çünki biz hamımız həyata müəyyən bir filtrlə baxırıq. Mənə bugün ağır gələn şey sizə çox mənasız gələ bilər və yaxud da əksinə. Buna görə fərqli insanlar var və ona görə də sosiallaşaraq, əslində bir-birimizə bölüşərək problemimizi həll edə bilərik deyə düşünürəm. Elədir. Bəs bu inanclar dediniz, bax, batil inanclar deyirik. Onlara münasibətiniz necədir? Batil inanc məsələn nəyi nəzərdə tutursunuz tam olaraq? Məsələn, götürək ki, deyir ki, yolumdan qara pişik keçdi, bugünüm yaxşı keçməyəcək və yaxud da ki, hansısa bir şey. Bax, o inanclar ki, bizə artıq yüklənibdir. Bəli, onlar bizə yüklənmiş inanclardır və yenə deyirəm, o artıq bizim gözümüzün qabağındakı pərdədir. O pərdədən baxdıq həyata və əslində nəyə inanırıqsa, onu biz öz həyatımıza çəkirik və onu bizim öz həqiqətimizə çevirmiş oluruq. Və ona görə də çalışaq pozitiv inanclara keçək, hansısa bir rituallar edib özümüzə daha yaxşı enerji vermək kimi. Məsələn, bu fərqli orada əlbəttə rituallar falanlar var. Əgər sənin üçün doğrudan da yaxşı bir, xeyir gətirən bir inancdırsa və işləyirsə, niyə də olmasın? Amma işləmirsə, məncə onu atmaq lazımdır. Hamısı beyindən başlayır, beyində başlayır, beyində əlbəttə ki, beyində hər şey beyində necə kodluyuruqsa, həyatımızda o şəkildə davam edir. Bəli. Çox sağ olun, çox təşəkkür edirəm. Çox maraqlı bir mövzu oldu əslində. Çünki insanlar hər şeyi adi həkimə də müraciət edəndə məsələn dərman yazdırırlar özlərinə və yaxud aylardan antidepressant içirlər. Antidepressantdan çıxandan sonra bir müddət sonra həmin problemlərlə yenə rastlaşa bilirlər və mən onları çox vaxt dediyim bir şey var ki, çalışın mənlə yanaşı bir psixoloq konsultasiyası alın. Çünki ömür boyu siz dərmanda qalacaq deyilsiniz. Siz müəyyən situasiyalarda adi həyəcan təşvişi olan insanlar belə olsun, müəyyən situasiyalarda siz özünüzü vəziyyətdən çıxartmağı bacarmalısınız. Dərmandan asılı qalmaq deyil də məqsədimiz. Məqsədimiz bu anda sizi vəziyyətdən çıxartmaqdır. Müəyyən müddət sonra sağalmaqdır. Amma bu müalicə ilə sağalmaq o demək deyil ki, mən heç vaxt bir də xəstələnməyəcəm. Adi qrip oluruq. Kimsə qarantiya verir ki, siz qripdən yenə qrip olmayacaqsınız. Qrip olmamaq üçün sadəcə olaraq deyirik ki, mümbit şərait yaratma, soyuğa çıxma və yaxud qrip olan biri ilə kontaktda olma. Məsələn, onu misal çəkirəm. Bu da onun kimi bir şeydir. Sənə mümbit şərait yaradıb bir stres faktoru və sənin emosional olaraq həminki vəziyyətin, durumun səni o vəziyyətə salıb. O vəziyyətə düşməmək üçün təbii ki, biz stresdən sığortalanmamışıq, siz dediyiniz kimi. Və o situasiyaya təkrar düşməmək üçün siz yenə də o artıq
o vəziyyətdən necə çıxış yolu tapa bilərəm deyə onu bilməlisiniz. Bəli, mütləq şəkildə. Yəni sonda onu deyə bilərəm ki, həyat ancaq xoşbəxtlik demək deyil. Həyat bəzən xoşbəxtlikdir, bəzən darıxmaqdır, bəzən yorulmaqdır, bəzən ağlamaqdır, kədərlənməkdir. Bunlar, bütün bu duyğular bizdə varsa bugünkü gündə, demək ki, bunların hamısı əslində olmalıdır. Və həyatın bütünü də budur. Bunu qəbul etsək, elə bilirəm ki, həyatda yaşamaq çox da çətin olmayacaq. Bir də zaten digər duyğular olmalıdır ki, insan xoşbəxt olsun. İnsan nədən həmişə eyni rəng gedərsən, o xoşbəxtliyi necə anlamaq olar? Əlbəttə ki, mənfiləri görüb müsbətlərə qiymət vermək kimi. Bəli, doğrudur. Bəli, təşəkkür edirəm Aynur xanım. Mən təşəkkür edirəm. Çox maraqlı bir mövzumuz oldu və belə deyək, eyni profil üzrə bir müzakirə olduğuna görə mənə bu daha maraqlı oldu açığı. Yenə də nə suallarınız olarsa, siz direktə yönləndirərsiniz, suallarınızı verərsiniz, birbaşa sizin suallarınızı cavablandıracağıq, həm mən, həm Aynur xanım və eyni zamanda bu bilgilər sizin üçün də maraqlı oldusa, digər yoldaşlarınızla da paylaşa bilərsiniz ki, həm kanalımızın sayı artmış olsun və eyni zamanda da bir çox insan daha çox məlumatlanmış olsun. Təşəkkür edirəm. Çox sağ olun, mən də təşəkkür edirəm. Sağ olun.